Salam, hər vaxtınız xeyir olsun. 4-cü qruplar üçün belə bir maraqlı məsələnin həllinə baxaq. Deməli, bizə reaksiya veribdi və deyir ki, bərabər mol sayda götürülmüş natrium və sulfat turşusunun reaksiyasında başlanğıc maddələrdən biri 6 mol artıq qalarsa, oksidləşdiricinin aldığı elektronların mol sayını müəyyən edin. Reaksiyanı yazırıq. Natriumun üzərinə sulfat turşusu alınır. Natrium sulfat, hidrogen sulfid qazı və su. Deməli, natrium, yəni sıfırdan gəlib natrium 1-ə, 1 elektron, küçük müsbət 6-dan mənfi 2-yə 8 elektron. Deməli, belə yazırıq. Natrium sıfırdan natrium müsbət 1-ə gəlibdir. Küçükdən müsbət 6-dan mənfi 2-yə 8 elektron. 1-in 8-ə, 8-in 1-ə. 1-i gətirib qoymalıyıq hidrogen sulfidin qabağına, 8-i natriumun qabağına qoyuruq. O zaman burada 4, 5 dənə küçük bura qoyuruq və 4 dənə su. Bizə deyir ki, bərabər mol miqdarında götürülübdür. Əgər bərabər mol miqdarında götürülübsə, hər ikisini 8 mol götürməliyik. 8 molu natriumun demək hamısı sərf olunanda, demək sulfat turşusundan 5-i sərf olunanda 3 molu artıq qalacaq. Bizə deyir, amma 6 mol artıq qalarsa, oksidləşdiricinin aldığı elektronların mol sayını müəyyən edin. Əgər 6 mol artıq qalanda biz bilmirik oksidləşdirici nə qədər elektron alır. Ancaq baxdıq ki, 3 mol artıq qalanda, baxın, 8 mol oksidləşdiricinin aldığı elektronların mol sayıdır. Buradan da x-i tapırıq. 6 və 8, 48, 48-i də 3-ə böləndə 16. Deməli, düzgün cavabımız olacaq B variantı.